Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Sabina Selcan acılı həyat hekayəsindən danışır. İlk dəfə geniş kütlə qarşısında oğul anası da olduğunu etiraf edib. Övladından ayrı qalan sənətçi apardığı mübarizəni dilə gətirib. Çoxu bilmir, əslində mənim bir yox, iki övladım var. Oğlum da var, atasının yanında idi. Mən özümdən yaşlı dəfələrlə böyük olan yaşlı kişi ilə evləndim. Oğlumu geri qaytarmaq üçün güclənməli idi. Sevmədən ailə qurdum. Amma çox mərhəmətli insan idi. Həmişə yanımda oldu. Bugün də dik duruşumu ona borcluyam. Çoxsaylı məhkəmələr oldu. Qalib gələrək övladımı geri aldım. Başıma bunun gəlməsində günahımın nə olduğunu bilmirəm. Heç kimə pisliyim keçməyib. Yaşlı kişiyə ərə getməyimdə pul amili vardı. Ancaq təkcə ona görə yox. Əzablar görmüş qadın qarşı tərəfdən diqqət qayğı görəndə onun yaşını düşünmür.